Sizden bir interval var şehidimizin hakkında. Allah rahmet eylesin bizim şehitlerimize, bütün şehitlerimize Allah rahmet eylesin. Xüsusən bizim Ziya şəhidimiz bizim gözümüzün qabağında böyüyür. Yəni həqiqətdə hər gün demək olar ki, eyni məhəllə sakin olmuşuq, eyni məhəllədə yaşamışıq. Gözümüzün qabağında hər gün olur. Nə bilim, çölə gedəndə də, işə gedəndə də, hansız bir işi üçün qaçanda da, hansı bir qəzəblənən vaxtında onu görmüşük, adı vaxtında da görmüşük. Çox mehriban uşaq idi, biraz dəcəl uşaq idi, amma çox mehriban uşaq idi. Ümumiyyətlə, dəcəl uşaqlar, mən öz müşahidəmdə görmüşəm, çox mehriban olurlar, bir də vətənpərvər olurlar, həqiqətdə. Yəni mən öz yaşıma görə öz müşahidələrimdə bunu müşahidə etməmişəm. Və Zeynə mən bir yerdə çöldə olmuşuq, nə olar ki, günlər ruhani, heyvanda otarmışıq, oyunda otarmışıq bir yerdə. Amma sonradan yəni heç birimizin ağlına gələ bilməzdir ki, yəni belə bir hadisələr baş verəcək və Ziya gedəcək orada həqiqətən də vətən yolunda, torpaq yolunda canını fəda edəcək. Yəni bu qismətdir. Bayaqları mövzumuzda da bunun haqqında danışdıq ki, əlbəttə ki, şəhidlik məqamı böyük məqamdır və hər bir kəsədə nəsib olmur, hər bir kəsədə qismət olmur. Yəni bunların taleyinə yazılmış bir dənə Allahın belə deyək də qızıl hərflərlə yazdığı bir dənə məqamdır. Şəhidlik məqamı böyük məqamdır. Heç bir dinlərdə bu boyda bu üstünlükdə bir məqam yoxdur ki, İslam dinində Xudavənd aləm Peyğəmbərimizə bu gözəl məqamı bəxş edilmişdir. Və bu günlərdə biz fəxr edirik ki, biz eyni məhəllədə yaşamışıq və Ziya ilə fəxr edirik. Ziya bizim şəhidimizdir və hər yanda da Ziya haqqında söhbət edəndə, onun cəsarəti haqqında, ərliyi haqqında söhbət edəndə biz təxarətlə ona dua asırıq və dinləyirik. Allah Ziyaya rəhmət eləsin, o cümlədən bütün şəhidlərimizə Esselamu Aleyküm. Ümumiyyətlə şəhidimizin məktəbin dövründən, balacalığından və əskəri getdiyi müddətdə nə deyə bilərsiniz? Xatirənizi necə qalır? Xatirəmdə o bayaq dedim, Ziya bizdən belə deyək də çox uşaqdır da, yəni biz onunla eyni məktəbdə oxumamışıq, amma məktəbdə məsələn oxuyan zaman tələbkar uşaq idi, istiqamlı uşaq idi. Belə deyək də o bayaq dedim, o dəcəl uşaqlar hamı onun nazı ilə oynayırlardı. Məsələn, Ziya da elə bir uşaqlardan idi. Xüsusən özünü hər bir şeydə göstərə bilən uşaqlardan idi. Yəni bunun haqqında mənim də onunla bir yerdə çox olmadığım üçün çox böyük təsirata malik deyirəm. Amma onunla yaxşı olar ki, həm yaşıtları haqqında, həm yaşıtlarından bir sualı verirsiniz ki, onun həm yaşıtları daha çox məndən bilərdir. Amma biz eyni məhəllədə, təxminən mən onu həmişə müşahidə eləmişəm, yaxşı at sürməyi öyrətəcək, yaxşı at tapmağı var idi. Çox belə, o at tapanda elə bilirdim ki, mən hansısa keçmiş filmləri baxıramdır, çox cəsarətli uşaqdır. Bəli, həqiqətən də çox belə çevik uşaq idi, çox belə deyim, cəsarətli uşaq idi. Elə bilirdim ki, bu zamanın uşağıdır. Seçilirdi bütün insanlardan, uşaqlardan cəsarətinə görə, məqliyinə görə seçilirdi və dediyi sözü də həmişə yerinə yetirirdi. Allah onu qərq rəhmət edir. Çox sağ olun. Çox sağ olun. Adınızdan da bir baba şəhidimizin haqqında. Çəndən ağsaqqalı var, o çox gözəl rol verir. Ağsaqqalı Qardaşımızın böyük yoldaşlıqları. Zəhmət olmasa bizim şəhidimizin haqqında fikirlərinizi zəhmət olmasa deyərsiniz. Necə ümumiyyətlə döyüş vaxtı, sizə necə xatirəndə necə qalır bu 44 günlük vətən müharibəsində göstərdiyi şücaət necə gözünüzün önündədir? Bir dənə bizim redaksiyonda zəhmət olmasa məlumat verərdiniz o barədə. Allah sizdən razı olsun. Salamlayıram bilməz. Allah cənnət razı olsun. Ziyanın haqqında çox şey danışmaq olar. Mən qısa bir oradan sesimi danışım. Allah köməyiniz olsun ki, gəlmişsiniz. Çox sağ olun. Allah Teala Quran-ı Kərimdə buyurur ki, şəhidlər ölmürlər, onlar diridirlər.
Amma bir tərəfdə deyir ki, şəhid unudulduğu zaman ölür. Biz heç vaxt şəhidlərimizi unutmayaq. Allah Taala bizə o anı yaşatmasın. Ziyanın haqqında bu sözlər deyə bilərəm ki, Ziya həqiqətən də çox mehriban, çox qayğıkeş, çox mərd bir qardaşı idi. Allah onun məqamını uca eləsin. Döyüşlərdə də həqiqətən də çox şücaətli, çox cəsur. Biz son döyüşümüzdə Ziya şəhid olduğu anda bir yerdə idik, bir yerdə çıxmışıq, bir yerdə getmişik. Həqiqətən də çox mərd, qorxmaz. Əsl qeyrətli Azərbaycan kişisi şəhid oldu. Həqiqətən də söz çoxdur danışmaq. Ümumiyyətlə döyüşlər haqqında, gedişat haqqında sizə məsələlər deyirdi, necə təsəvvür Ziya biz Ziyacının yanına gələndən sonra biz elə bir könüllü getmişdik, onlar əsgər idilər. Ziya 10 neçə gün bizlə bir yerdə qaldı. Əsgərlərin yanında qalırdı, biz gətirmişdik, bir yerdə qalırdı bizlə. Orada biz daha yaxınlaşdıq, daha səmimi olduq, aramızda dostluq münasibəti quruldu. İndi mən Cəlilabaddan, amma Masallandı, çox da bir-birimizi tanımırdıq. Amma onun mərdliyi, onun şücaətli kişiliyi bizim çox xoşumuza gəldi. Biz onlardan yaşda da böyüdük həm də. Bizim yanımızda gəlib qalırdılar, biz bir yerdə qalırdıq. Döyüş başladığı günə qədər, yəni həmin o döyüşə keçidə getdiyimiz günə qədər bir yerdə olmuşuq. Bir yerdə də getmişik, mən Ziylə eyni vaxtda getmişəm. Sadəcə başqa maşındaydı, o başqa maşında, mən başqa maşında. Allah rəhmət eləsin, Allah valideynlərinə səbir versin, sevənlərinə səbir versin. Allah millətimizə, vətənimizə bir də belə ağırlı, acılı günlər qismət eləməsin. Həmişə firavan olsun, xoş olsun. Allah suverenliyimizi, ərazi bütövlüyümüzü bir daha parçalamasın. Çox sağ olun, sizə təşəkkür ederim. Başla. Bugün biz Aksesör bir əməkdaşı olaraq şəhidimiz Ziya Zahidoğlu'nun ildönümüdür. Onunla əlaqədar gəlmişik. Bugün şəhidimizin anası xanım da buradadır. Xahiş edirik şəhidimizin haqqında bizim redaksiyada intervyu verərdik. Az da olsa necə olub, gözünüzün qabağında necə olub, xatirələr necə qalıb, döyüş vaxtında, uşaq vaxtında necə olub. Allah rəhmət etsin şəhidimizi. Bizim Salam birinizi xoş gəlirsiniz, Allah canınızı salamat eləsin. Ziya kənddə adından deyilən bir uşaq idi. Mən biləmi, sahib seçilən uşaqlardan biri idi. Ondan danışanda, nə bilim, bütün cəmaət salamlı, çalamlı, o bu şeyə layiq idi, bu şəhid olmağa layiq uşaq idi. Ona görə də ki, bu olmalı idi. O gedəndə mənə deyirdi ki, ana, mən əskəri gedəcəm, mən şəhid olacam, torpaqları alacam, orada şəhid olacam. Deyirdim Ziya ilə ki, demə, mən səni, arzularım çoxdur. Dedi, ana yox olsa mən gəlməyəcəm. 9 aya keçər, keçməz dedi, bir dənə müharibə qopacaq, qan suya da gedəcək ana. Mən orada, bu oğul orada şəhid olacaq. Necə demişdi, elə də oldu. 3 gün qalırdı, 9 aya tamam olmağa. Müharibə qopdu, elə də oldu. 39 gün biz onu tapa bilmədik. Onu gətirməyinə biz qurban kəsdik. Çətin bir şey. biz qürur duyuruq ki, siz o cür oğul böyütmüşsünüz, biz fəxr edirik. Bizim şəhidimizdir, o sizin tək oğlunuz deyil. Bütün Azərbaycan xalqının oğludur. Bundan sonra Allah bizim vətənimizə müharibə göstərməsin. Burada şəhidimizin bacısı da var, bacımız xahiş edirik, şəhidimizin haqqında siz də bir video verərdiniz. Allah bütün şəhid qardaşlarımızı rəhmət eləsin, mənim qardaşım olan etsin. Amin. Allah rəhmət necə təsəvvür edirsiniz? Biz bacı kimi, qardaş kimi sizə nə deyirsiniz? Döyüş vaxtlarında Çox yaxşı, həmişə arzusudur şəhid olmaq. Öz arzusuna sahib olmaq. ümumiyyətlə döyüşlər vaxtında sizlə danışıldı yəqin Bəli, ki. bəli. Həmişə elə hər dəfə deyirdi ki, hər şey yaxşıdır. Bizə müharibənin olmağını demirdi. Həmişə deyirdi ki, hər şey yaxşıdır. Qürurlu biriydi, bəli. O qədər vətənpərvər idi, o qədər vətənpərvər. Uşaq vaxtdan elə məktəbə gedirdi, deyirdi, ana mən şəhid olacam. Dedim, sən şəhid olmaq nə deməkdir? Deyirdi, görəcəksən də ana. Ancaq heç vaxtı başı əl atıb yonmazsan, qara bağlamazsan. Amma mənə o qədər çətin gəldi bu. Çox çətin oldu. Əziz dəyərli izləyicilər, hamıdan gördüyünüz kimi şəhidimiz Ziyanın ildönümündür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və anamız da bizim redaksiyaya intervyu verdi. Allah
bundan sonra bizim ölkəmizə, vətənimizə bir daha şəhidlik göstərməsi, müharibə göstərməsi inşallah. Biz qürur duyuruq, valla biz fəxr edirik, bu bizim şəhidimizdir, qardaşımızdır. Bütün ölkə yoxlarına fəxr edirik. 30 il həsrəti 45 milyon Öz oğullardır. arzusuna çatıb da, o öz arzusuna, bizim arzularımızı yarım qoydu. Öz arzusuna, vətəni seçdi o. Onu vətənə layiq bir uşaq idi, ona görə vətəni də seçdi. Biz qürur duyuruq, Biz bəli sözlə. ana. Ağlamayın. İnşallah sizin başınız dikti. Hər zaman biz sizlə qürur duyuruq, siz şəhid anası olaraq. Biz sizin əllərinizdə öpürük ki, o cür oğul böyütmüsünüz, vətənə göndərmişsiniz. Hər zaman biz sizin redaksiya olaraq, vətəndaş olaraq, biz sizin yanınızdayıq və hər zaman da sizin xidmətinizdəyik. Çox sağ olun. Hər zaman bizim vətəndaş və mənəvi borcumuzdur ki, biz şəhid və qazi ailələrinə hər zaman diqqət və qayğı göstərmək. Bizim mənəvi borcumuz. Çox sağ olun. Allah canınızı sağ eləsin. Çox sağ olun. Sizin bu çəkiliş elədiyinizə görə minnətdaram sizə. Sağ olun. Çox sağ olun. Vaxtınızı sağ olun. Allah rəhmət eləsin. Sağ olun. Çox sağ olun.